Standartlara, bizdə görülən işlərə ki cavab vermir, onu beynəlxalq Avropa standartlarına yaxınlaşdırmalıyıq. Yəni, mən hesab edirəm ki, əgər biz buna nail olsaq, bizim büdcə gəlirlərimiz artacaq və ölkədə ümumiyyətcə uçot hesabat məsələləri daha da dəqiq həll olunacaqdır. Bir də demək istəyirəm ki, bunu etmək üçün və bu sahədə işlərin daha da səmərəli şəkildə aparılması üçün bütün imkanlar var. Prezidentin tapşırıqlarından dərhal sonra göstərilmiş istiqamətlər üzrə icra başlandı. Bürokratik əngəllər aradan qaldırılmalıdır. Rüşvətxorluğa və korrupsiya qarşı mübarizə daha da ciddi aparılmalıdır. İctimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib olan məsələlərdir. Prezident İlham Əliyevin Nazirlər Kabineti